Səhnələrdə qazanılan hər bir uğur, hər bir diplom və fərman dostlarının görünməyən tərəfidir. Görünən tərəfində isə saatlarla davam edən məşqlər, müəllim fədakarlığı və sənətə olan sonsuz bağlılıq dayanır. Səhnədə bugün öz gənclik enerjisi, istedadı və əzmkarlığı ilə fəth etməyə hazırlaşan iki şagirdimiz idarə edəcək. Onlar bizə sadəcə əsər ifa etməyəcək. Onlar bizə öz musiqi dünyalarını açıqlayacaqlar. Bu axşam iki fərqli alət, iki fərqli nəfəs eyni səhnədə görüşür. Biri fortepianonun zərifliyi, digəri tarın, milli ruhu. Gəlin vaxtımızı çox itirməyək, bugünkü gözəl gecəmizin baş qəhrəmanlarını səhnəyə dəvət edək. Sizlərin alqışlarınızla dəfələrlə müxtəlif müsabiqə və festivalların uğurlu iştirakçıları olan 7-ci sinif fortepiano şöbəsinin şagirdi Pirməmmədli Elnur Zavroğlu və 2-ci sinif şagirdimiz Fəridov Elnur Sərxanoğlu'nun səhnəyə dəvət edək. Maraqlı bir təsarruf var. Səhnədə iki fərqli alət, iki fərqli xarakter. Amma eyni ad, Elnur. Biri fortepianoda hisslərini rəngiləndirəcək, digəri tarın səsində ruhumuzu oyadacaq. Konsertimizi fortepianonun zərif və duyğulu sədaları ilə başlamaq istəyirik. Beləliklə qarşınızda çıxış edin. Genç piyanoçu Pirməmmədli Elnur. Elnur öz çıxışına başlamazdan əvvəl mən istəyirəm Elnur barədə bir xatirəmi sizlə bölüşüm. Mən Elnur 2-ci sinifə qədəm qoyanda mən sinifə girdim və Sevim müəllimə təqdim etdi ki, bax bu qrup sizin 1-ci sinif fortepiano şöbəsinin şagirdləridir və bu şagirdlər içərisində balaca, toppuş bu Elnur'umuz var idi. Və Elnur, mən uşaqlarla tanışlıq edəndə Elnur dedi ki, bəs mən sintizatorda çalmağı ifa eləməyi bacarıram. Və bu mənə çox maraqlı gəldi. Dedim, Elnur, buyur, ifa et. Fortepianonun arkasında oturdu və indi dəqiq düzü tam yadında deyil, amma hansısa bir rəqs ifa etdi. Və mən onda gördüm ki, doğrudan da bu uşaq həqiqətən istedadlı bir uşaqdır. Sonra dərsdən sonra mən Sevim müəlliməyə yaxınlaşdım. Dedim, bəs Sevim müəllimə bizim 1-ci sinif şagirdlərimizin içərisində belə bir gözəl istedadlı şagirdimiz var. Sevim müəllimə dedi ki, bilirəm, mən özüm imtahanda oxumuşam və bilirəm, Afaq müəllimənin şagirdidir. Və bu gün doğrudan da bu 7 il ərzində Elnur həqiqətən də dəfələrlə məktəbimizdə, şəhərlər keçirilən bütün respublika müsabiqələrində çox yaxından real iştirak edir. Və beləliklə gəlin Elnur'un ilk ifasını təqdim edək. Elnur bugün bizə ilk ifasını Genri Ragina'nın harmonik etudunu ifa edəcək. Buyur Elnur.
uşaqları illər ərzində Respublika səviyyəsində keçirilmiş bir çox müsabiqələrdə, festivallarda uğurla çıxışlar etmişlər. Müxtəlif diplom və fəxri fərmanlarla təltif olunmuşlar. Elə bu son 2025-ci ildə keçirilmiş Uşaq İncəsənət Festivalında da bu uşaqlarımız uğurla final mərhələsinə keçid almışlar və Türkmənli Elnur bu festivalda 3-cü yerin qalibi olmuşdur. Burada siz görürsünüz ki, uşaqların müxtəlif diplomları, fəxri fərmanları qoyulub. Ancaq bu fəxri fərmanlar hələ bir qismidir, hamısını bura biz qoymamışıq. İndi mən istəyirəm ki, sizə bir video çarxı tamaşa edək sizlə birlikdə. Bu Elnur'un Uşaq İncəsənət Festivalında çıxışından bir müsabiqədir. Yəni, tamaşa edək, gəlin birlikdə. Şəkidən hamımızı salamlayıram. 15 yaşında orta piyano üzrə 2-ci yerin qalibiyim. Mən 5 yaşında piyano dinlə başlayıram. Farklı müqavilərdə diplomlarım. Mən böyüyəndə iqtisadiyyatçı olmaq istəyirəm. Ancaq piyanoları hobbidir və o hobbiyi istəmirəm. Mən istəyirdim ki, bu festivalda qalib olum və bu festival mənim həyatımda çox böyük şəkil. Əsərim Qara Prelude 6-dır. Bu əsəri seçməkdə məqsədim odur ki, bu əsərin təxlikəsi çox uzundur. İndi sizin üçün əsərimi səsləndirəcəm. Şəkidən hamımızı salamlayıram. Mən Bilməm Elnur, 15 yaşında orta piyano üzrə 2-ci yerin qalibiyim. Mən 5 yaşında piyano... Tar, Azərbaycan musiqisinin ruhunu yaşadan ən dəyərli alətlərimizdən biridir. Onun səsində həm keçmişimizin izi, həm də qəlbimizin doğmalığı yaşayır. Beləliklə səhnəyə dəvət edək, gənc tarzən Xəlilov Elnuru. Elnur öz nümunəvi davranışı, uğurlu çıxışları ilə seçilmişdir və o da Uşaq İncəsənət Festivalının finalında Bakı şəhərində çıxış edərək 1-ci yerin qalibi olmuşdur. Elnur almışında. Elnur haqqında da mənim barəcə xatirəm var, sizlə bölüşmək istəyirəm. Elnur çox tərbiyəli, çox ağıllı bir uşaqdır və yəni o qədər ürəyə geniş uşaqdır ki, əlində olanı istirhamı ilə paylaşmağı sevən uşaqdır. Demək, Elnur heç elə musiqi məktəbinə getmirdi, anası ilə məktəbə gəlirdi, məktəbdə də, orta məktəbdə də hazırlığa gedirdi. Bilirsiniz ki, Elnur bizim Ülviyə müəllimənin evladıdır, bizim nəzəri müəllimimiz Ülviyə müəllimənin evladıdır və anası ilə məktəbə gələndə bir gün məktəbin dəhlizində, bu koridorda mən gördüm ki, Elnur oturub və əlinin üstündə, bu bilirsiniz də, ibtidai sinifdə uşaqlar tərəklənsin deyə müəllimlər əllərinə stiker yapışdırırlar, nə bilim, nəsə, ulduz çəkirlər. Və Elnurun da əlində gördüm bir stiker yapışdırır. Mən Elnurun böyle oturmuşam, deyirəm ki, Elnur nə qəşəng stikerdir bu, sağ buhardan olub, mən bu gün yaxşı cavab vermişəm, müəllimim yapışdırır. Və başladı belələri. Deyəm, mən o qopardım, sən ələ yapışdırım. Zorla qopardım. Mən əlimin üstünə yapışdırdı o stikeri və belə deyim mən, çıxartmayasın ha, axşama kimi çıxartmayasın, əlimdə qalsın. Mən həmin günü axşama kimi əlimdən o stikeri qopartmadım. Ki, yəni, bunu göstərir ki, Elnur doğrudan da elə bir özündə olanı istirhamı ilə paylaşsın. Yəni, onun belə geniş qəlbi var. Və gəlin, alqışlayaq bir daha Elnur'u. Və Elnur'un ilk ifası olacaq, Wolfgang Amadeus Mozart'dan Serenadanı ifa edəcək. Onu fortepianoda isə Mustafayeva Ülker müəllimə müşahidə edəcək.
ilində metodiki kabinetin müəllimləri Bakı şəhərindən bizim məktəbdə ustad dərslər təşkil etmişdilər. Kamança və tarix ixtisasları üzrə. Və bu ustad dərslərdə Elnur da yaxından iştirak etmişdi. Və indi gəlin həmin ustad dərsdən Elnurun bir video reportajına da baxaq. Dərslərdə 100 şagird iştirak edir. Ətraflı süjetdə. Dörd nömrəli Uşaq Musiqi Məktəbinin tar şöbəsinin şagirdi Elnur Xəlilov üçün fərqli gündür. İlk dəfədir ustad dərsində iştirak edir. Respublikanın əməkdar artisti Neymət Mürsəlovun qarşısında sanki imtahan verir. Beləcə də ustadın ifasına qulaq asır, ondan öyrənir. Çox maraqlıdır. Burada müəllimlər bizə forte, biz əsəri olduğu kimi bilirdik. Müəllimlər bizə forte, pianonu, yavaşlatma, səsi, yüksəltməyi, izah öyrədirdi. Çox həyəcanlı, çox gözəl idi. Dərslərdə 100 şagird. Konsertin davam edir. Buradakı nömrəmiz Victoria Monti, Çardaş. Diğerində müşahidə edir Elnuru, 5-ci sinif şagirdi Lətifova Yağmur.
və Məcnun operasından müqəddimə. İndi isə səslənəcək əsər bizi musiqinin rəngarəng və duyğulu dünyasına aparacaq. Təbiətin gözəlliyini, yurt həsrətini və doğmalığı notlara çevirən Emin Sabitoğlu'nun sevilən əsərlərindən biri Dərələr. Müşayiət edin, Məktəbin Səs Muğam Şöbəsinin müəllimi Aytən Novruzova.
George Bizet, Carmen operasından ayrılıyor. Bir göz kırpımında insanı başka bir dəqiqəlik dünyaya aparır. İndi isə dünya klasik musiqisinin ən zərif və çeviş faizlarından biri səslənəcək. Fridrich Chopin, bir dəqiqəlik vals.
dövrü yadınızdadırsa pandemiya dövrünə düşmüşdü. Və biz pandemiya dövründə belə oldu ki, birinci sinifdə bu uşaqları oxuyanda mart ayında pandemiya çıxdıq və dərslərimizi evdən onlayn şəkildə davam etdirdik. Və bizim iş planımıza uyğun olaraq mart ayında bizim açıq dərsimiz olmalıydı, strategiya dərsindən açıq dərsimiz olmalıydı və biz bu dərsi məcburən onlayn şəkildə təşkil etdik. Və bəlkə Elnurun da yadına gəlmir, Elnur 7 il qabağa qayıdaq, Elnurun balacalıq birinci sinifinin bir videosundan işitdik. Gəlin videoya tamaşa edək, orada Elnur birinci sinifdə nəzəriyyədən açıq dərsinə baxar. Səsini açdım. Səsini açın. Şenol lazımdır da, ama əlaqələndirmək. Taxmaq mısın? Tabii. Major Lilan sertifinde 10 var. Kuruluş programları bir ton yardımcı. Gelmek seyremizin yöneticilerin mantıklı rastları üstünde yazılmış. Bir dənə də video gəlir. Bu videoda isə Elnur 3-cü sinifdə oxuyur. Bunda da bizə deməli onlayn şəkildə biz nəzəriyyə dərsini keçir və Bakıda bu dərsə görə biz fəxri fərman diploma layiq görülmüşdük və həmin açıq dərsdən gəlin Elnur'a yeni bir balaca çıxışına baxaq. Buna dayanmaq deyil, sanskrit proqrammalarının yeni Halis gibi liderliği kadar aşağı düşler. Birinci bölümde mazot kalması olan kalması tatlı. Hamurun kalmasında bir bölüm işareti var. Hamurda halis gibi liderliği kadar aşağı düşler. Sibir'in mazot kalmasını tatlı. Sibir'in mazot kalmasını tatlı. Aferin oxula. Demək, biz sizinlə dedik, memori proqramları. Bəzən insan susur, amma düşüncələri danışır. İndi dinləyəcəyimiz musiqi də məhz həmin səssiz düşüncələrin bir melodiyasıdır. Azərbaycan Bəstəkarlıq Məktəbinin görkəmli nümayəndələrindən olan Azər Rızayevin lirika və fəlsəfi çalarlarla zəngin düşüncə əsəri təqdim olunur. Elnur müşahidə edəcək. Tay müəllimimiz Paşayev Mürsəl müəllim. Ay.
Substitute. Tarda müşayiət edir. Paşayev Mürsəl. Bu tərəf. Bu tərəf. Sehrini hissedeceğim. Sihirli geceler. Dünya şöhrətli Min Bir Gece baletinden rəqs səslənəcək.
Uşaqlar biraz istirahət etsinlər. Mən də fürsətdən istifadə edib bu gün təşəkkürümü bildirmək istəyirəm. Birincisi, təşəkkür etmək istəyirəm məktəbimizin müdiriyyəti, başda Sevil müəllimliyə təşəkkür etmək istəyirəm. Daima bu uşaqların yanında olur, daima dəstək olur. Müəllimlərinə təşəkkür etmək istəyirəm. Məhəmmədli Elnurun ixtisas müəllimi məktəbimizin aparıcı qüvvələrindən olan AFAQ müəllimədir. AFAQ müəllimənin doğrudan Elnurun üzərində çox böyük əməyi var və mən qeyd etmək istəyirəm ki, həmçinin bu il AFAQ müəllimənin əmək fəaliyyətinin 25 ili tamam olur. Sizə daha da böyük uğurlar arzu edirik. Digər Elnurumuzun ixtisas müəllimini isə təqdim edək. Bağçalı Alətləri Şöbəsinin müdürlüyü Elnur üzərində çox böyük cəhməti var. Elnur bugün belə gözəl musiqi şişmə yetişməsində Sadiq müəllimin birbaşa böyük əməyi var. Çox sağ olun Sadiq müəllim. Həmçinin Elnurun 5 il nəzəriyyə və musiqi ədəbiyyatı müəlliməsi Rəsmiyə müəlliməyə təşəkkür edirik. Və böyük bir təşəkkür həmçinin düşür bu gün bu uşaqların bu zalda iştirak edən valideynlərini. Yəni bu valideynlərə çox sağ olun. Doğrudan da belə gözəl, tərbiyəli, nümunəvi şagird yetişdiriblər. Bu zalda bu gün Elnurun atası Zaur müəllim, anası Günay xanım, babaları Müzəffər baba, Bayram baba, nənəsi Mehriban xanım iştirak edir. Qardaşı Sultan gəlib, qardaşına dəstək olmaq üçün. Digər Elnurumuzun anası iştirak edir burada, yəni məktəbimizin müəlliməsi, və Elnurun nənəsi Sulman xanım sizlərə də təşəkkür edirik, hoş gəlmişsiniz. Və bütün kollektivimizə təşəkkür edirik. Bu uşaqlara belə dəstək olduğunuz üçün sizə çox sağ ol deyirik. Və beləliklə konsertimiz davam edir və yenidən Fikrət Əmirovun ifası ilə, əsəri ilə konsertimizi davam etdiririk. Növbəti ifamız gəlir Elnurun ifasında Fikrət Əmirovun Takkarkası. Buyur Elnur. Səhnədə qəlbin ən incə tellərinə toxunan bir musiqi səslənəcək. Azərbaycan musiqisinin dəyərli bəstəkarı, həmyerlimiz Şəfiqə Axundovanın unudulmaz Həsrətindən əsəri. Həsrətin, sevginin və incə duyğuların musiqiyə çevrildiyi bu gözəl melodiyanı fortepianoda dinləyəcəyik. Elnur bu əsəri özü sərbəst hazırlayıb. Buyur Elnur.
əsərlərindən biri. Ölməz sənətkarımız Tofiq Quliyevin Qaytağı əsəri. Gəlin birliyə. Bu sonuncu nömrəmizi şagirdlərimizin hər ikisi bircə ifa edəcəklər. Sonuncu əsərimiz Charles Gounod Faust operasından Vals.
Bu güzel yaz akşamında, bu güzel may günü, orada yanan bu güzel yağışlı sıcaları altında bizim daha bir güzel konsertimiz Salih'e kavuştu. Yaklaşıklar kaldı. Her bir şarkımızın gelecek hayatında onlara böyük uğurlar arz ediyorum. İndi səhnəyə Sevim müəlliməni dəvət etmişik və həmçinin istəyirəm şagirdlərimiz ixtisas müəllimləri də buyursun, şagirdlərimizin valideynləri buyursunlar səhnəyə. Öz ürək sözlərini demək üçün Afaq müəllimə, Rəsmiyə müəllimə buyurun, İlgiyə müəllimə. Elnur'un valideynlərindən buyurun, Salih müəllim. Birinci sizi verək Sevim müəlliməyə, buyurun Sevim müəllim. Bir daha bu məktəbin ulduzlarına, bu məktəbin xürrəli olan şagirdlərimizə sizdən alqışlar istəyir. Bunların dəyərli müəllimlərinə alqışlar istəyir. Dəyərli valideynlərimizə alqışlar istəyir. Həqiqətən də 3 valideyn, məktəb, bir də müəllim. Üçü bir yerdə olanda həqiqətən şagirdlərdən nə isə əldə eləmək olur. Bir daha bu şagirdlərimizə uğurlar arzulayıram. Bu yolu seçsələr də, seçməsələr də, hansı yolda olurlar olsunlar, onların yolları açıq olsun. Bir daha balalarım sizə uğurlar arzulayıram. Həmişə üzünüz ağ olsun. Hər yerdə belə seçilib sayılanlardan olasınız. Pirməmmədli Elnur 2025-26-cı tədris ilində müsabiqələrdə fəal iştirakına görə tərtib olunurlar. Məktəbimiz adından tərifnamə edilir. Xəlilov Elnur Sərxanoğlu müsabiqələrdə fəal iştirakına görə tərtib olunurlar. Bütün müsabiqələrdə bizim üz ağlığımız olan